Ailələr, ailələr birləşir. Yazıblar ki, köhlük qadına yaraşır. Hə. Aygünə də yaraşır, hə, Aydan xanım. Yanında başqa adam var, xanımdır, ağlardı ki, pul yığım. Yox, mənə bir siz abidlə nədir? İnsanları dolamaqları. İnsanlar, Anar, xoş gəlmişsən. Mən danışdım da, o sən onu. İnsanları dolamaqları mənə təsir edir. İndi bildirmirlər heç kimə ki, barışdıqlarını. İndi nə? Aygünçülər var, bir də aslançılar var da, düzdür? Aygünçülər Aygünün kartına pul atsın. Aslançılar da aslanın kartına. Pulu yığandan sonra, başa düşdünüz? Birinci gün verilişdə açıqlayacaqlar ki, barışıblar. Mənə o təsir edir. İnsanları sarımaqları. Vahşi bu adiyyatı qurumlar hara baxır? Yoxlasın bunların kartlarını ki, görək bunlara aylıq, illik nə qədər pul gəlir. Ceyran xananda deyirlər ki, əgər qəbullamırsınızsa, çıx get rayona. Ceyran xalaya görə mənim kimi nə qədər aslana dəstək olan adamlar var. Atdığımız pulu onda ver, mənim sənə atdığım 30 manatı ver Ceyran anaya. Ver Ceyran anaya. Hayırdır. Atmasınlar deyəndə, ay Şəhla xanım, kimin xəbəri var? Burada oturub ağlayır. O da orada yayın açır, kart qoyur. Bu da burada yayın açır. Mən deməsəydim xəbəriniz var idi, barışdıqlarına. Nə olub? Gəl sən misafirə. Gəl. Ha, buradan da atacağım bunu. Necəsiz? Yalnız dur. iPhone 6. iPhone 6. Salam Arifan, necəsin avanı? Sağ olun. iPhone 6'ları mən sən atmışdın, Bu aslan kimdir? Bu Zarun verilişində personajlar yoxdur. Alo. Zarun verilişində personajlar yoxdur. Sən Allah verilişi burada təhlil edirsin. Hərdən müzakirə edirik. Daha eləməyəcək. Bugün buradan da blok atıram. Daha təhlil, müzakirə bitdi. Mənə bax, yardım edirsən. Eşitdim, yardım edirsən. Bəs mən yazıldı öyləm. Mən sənin istim ağız açmışam. Belə yardım edirsən. Yardım eləyəsən deyəndə bayram qabağıdır. Mən evimə bazarlıq eləməyəcəkdim. Evimə bazarlıq eləmişəm. Ananın qonaq çağırmışam. Ananın da yanında oğlu gəlibdir. Onların da inan ki, mədəsi bu qədərdir. Biz bu qədər boş qabın yarsın yemək yeməklə. Belə şəxsi həyatdan tanırsa onları? İndi həyatda, indi şəxsi həyatdan da tanıyıram. Amma əvvəl nə şəxsi həyatdan, nə TikTokdan, nə də ATV-dən tanımırdım. Yun çubuğu ilə nənəmin təndiri. Deyən görə. Gedərsən ATV-də zada danışar eləyər. Bir də gördün kayda zada düşdün, ha, bax, ha. Nə edirəm ki, kayda düşün? Mən o qədər profesional adamam ki, mən kayda salıb... Sən nətər yayına girdin? Mənim səsim gəldi oradan. O videoya o bir telefonla baxırdı. Yox. Kimsə var yanında? Yox. Ay, insanlar, tanımadığım adamı qoşmuram da misafirə. Adamı tanıyıram, mənə dəstək olub, nə qədər hədiyyə atıb qoşuram. Oy, tanımadığım adamı qoşmuram, istəmirəm. Oy. Bura mənim efirimdir. Öz evimdə efir açmışam. Kimsə məcbur eləyənməz ki, sən məni efirivə qoşmalısın. Yox, sən 270 nəfər idi mən qoşulan, 325 nəfər oldu. Ay, sağ ol. O qalan gələn gəlirin... Bu qadın burada. Bu qadın burada hardadır? Evimdəyəm də. Sənin evindəyəm, ay Elnur Əhmədov. Evimdəyəm də. Sana nə? Nə üçün qadın burada? Başlaşmıram mən. Qadın buradadır, salonu var.
Dostlar, bu xanımın salonu var, işçiləri var. Lazım onu gedir işinə, gəlir Yaxşı onlarla gəlir dostları evinə. var. Çox da Sizə nə? akkuratlı, çox da qabiliyyətli xanımdır. Ha. Biz indi azdan küçdən bu TikTok'da çoxunu tanıyırıq da. Ad ili Ray. Конечно, Ray. Sən neynisən, nətərsən, Mənəm də esnə. Adam oruc onda çox işləyir. Oruc onda çox işləyir axı. Tutu. Deyirəm, adam Allah oruc sən onda də çox canını işləyir sağ axı. eləsin. Allah haqqı. Mən neçə yaşım var? Bu günə qədər bir gün oruç tuta bilməyən adam. Sən elə bir Sən indiyə kimi oruç tutmamısan. Sən məni necə tilsimlədinsə, bu gün ay neçəsidir? Hələ harası sənə tilsilməyəcəm çıxartıb mən 5-6 min pul zad verəsən. Bu gün ay neçəsidir? 14-dür, 15'i, 15'i, 15'i. 2 gün çıxaq, 13 gündür, bu gün də 13 gündür. Maşallah, maşallah qəbul Oruç eləsin. tuturam. 2 gündə inşallah oruçluqdan sonra tutacağım. Gözəl, gözəl. Bizi necə yaraşdırdılar Aslanla? Nənəmin təndiri ilə çubuğu. Bu kim yazmışdı? Qəşəng. O Aslan kimdir? Tanıyıram mən onu. Yad İray, o sən səhifən idi. Yad İray. Bir dənə bu TikTok'da bir şey eləsələr. Bir nəfər burada Yad İray səhifə var idi. Ponçik yazdı. Sən Ponçik sözündə mən sən yazırsan həmişə. Sən elə diyavuzki şeylər, səhifələr atırsan. Hə də, kimsə xəyanət eləyib Ponçik sözünə. Müəllif hüquqlarını pozub. Amma mən deyiləm. Hə, prosto ondan sonra da sən gəldin ona görə. Yalnız bu əslində təzyiq dərmanıdır. Göz təzyiq dərmanıdır. Eşitmişəm ki, bu bir məşhur müğənnidən. Bu kipri uzadır. Amma həqiqətən də uzadır ha. Evətdiyini görmüşəm. Tükünüz harazda tökülürsə, saqqalınızı tutan belə, ya qaşınızda, ya hardasa, ya saçınızda ət kimi tökülmələr varsa, belə görürəm, hər gün gündə 2-3 dəfə vurur. Ceyrandan nə xəbər? Yoxsun. Saçı qaraldan dərman var. Alsa alıram o. Necə olur olsun. Sənin neçə dənə səhifən var? Yalnız qurt. Axşam mənim səhifəmə 30K-lıq bir səhifə gəlmişdi. 30 levellik. Amma mən 70 bir dənə səhifəsi orada budur. 0-0 takip. Heç kəsi takip eləmir. Birinci günü özünüz onsuz biləcəksiniz də, uşaqlar. Birinci gününü səbirli olun. Demir sığınacaqdayam. O sığınacaqdan çıxa bilər, zavursuz. Demir sığınacaqdayam. Göstərsin də sığınacağını. Belə kameranı çevirsin, göstərsin. Hələ çox şey başa parma. Ola bilsin ki, o projedir, ay Lalə. Projedir, hə. Projede verilişin projesidir. Sən niyə baş koşsan? Projeni pozuram, mən. Ağaççiri. Başqa söhbət edir. Hə, qonaq gəlib. Bir ATV-yə gəlib girməmisən. Aleyküm, salam. Hə, xalası qızı girdədir. Ceyran anayla da danışanlar var. Danışıblar. Özdə Lalə, nə tərtüzdürmüsən, menü temana, nə budur? Hamı yığılıb bir menü söhbət edir. Hə, sənə aparacaqlar. Getirməyəcək. Planlarım pozuram da, konişlə qarğış eləyəcək. Biz cəmat pul atmayacaq axı. Planlarım pozuram. Sonra gərək mən çıxım. Pul atırdınız ona. Bu kart qoyub pul yığır da bir dəqiqə. Özünü acındırır. Bəs mən onun planını pozuram. Kaçda mən qarğış eləyəcək. Yox, nə deyib pul yığır ki? Ərim mənə atıbdı. Kirə puluna pulum çatmır. O bir də deyir, arvadım mənə atıbdı. Anamla qalmağa kirə pulum çatmır. Mənim kartımı at. O kişi xeyli ağdı deyil ona, anamla qalıram. Yox. Xəstədir o kişi xeyli ağdı. Yox. Mənə bax, o kişi var ya, Aslan biliyoruz. O xəstədir, nəsə problem var. Yox.
Başı xəstədir. Əlin deyil. Yox. Yəni əli ayaq işləyir də. Hə. Sizlə niyə pul atırsınız ki də? Lallağı var ki. Ona sən pul atmışsan ki, xəstə o deyil, xəstə sənsən. Yazaram da sən. Amma yadıma saldan ne olar. Yani bağlayandan sonra yadıma çıxır. Покажет тебе прям эфир. Kim var oruç tutanlardan kim varsa bir iki günə yaxşı oturub iftar eləyən bir dənə. Oruç tutan mən. Gözəl tərəvəz sütunla, düyünə bir iftar açaq. Lalə, mənə görsən tanımarsan. Əfəs. Səsim gəlir. Yalnız qurtara getdin, yalnız qurt. Beni yalnız bırakma. Son bir kəlməni deyirəm. İnanan inansın, inanmayan da inanmasın. Bu söhbəti də burada bağlayıram. Bu mövzunu da burada bağlayıram. Söhbət bitdi. Dünən gecə gedib veşin yığıb gətirib, o nədə oranın adı, sığınacaqdan. Barışıblar. Birinci günü də ATV-də açıqlanacaq. Sadəcə indi ayrı-ayrı niyyətləri sizdən pul yığmaqdır. İnanan inansın, inanmayan inanmasın. Özünüz bilərsiniz. Mən də bu mövzuya qatışmıram. Özünüz bilərsiniz. Girirəm şeyə, PK-ya, padruşkalarımdan söhbət eləməyə. Deyə, bu xanıma da 1500 manat pul alıb, Aysu İşıq, xaxın pulunu ödəmir. Mənə də zəng eləyən xanımların Allah canını sağ eləsin, mənə xəbərdarlıq eləyən xanımların Allah balasını saxlasın. Mən heç nə itirmədim. Tadı yaxşı, yəni 50 nəfər idi. 30 manat pul vermişəm də mən, 30 manat. Adi gedib kiməsə spamını təmizlətməyə 150-200 manat vermişdim. Elə bilərəm ki, 30 manat aslana vermişəm, mənim səhifəmi spamdan çıxardım. Mən heç nə itirməmişəm. Heç nəyə görə də peşman deyiləm. Bu qədər. Valla bu yaxınlarda, yox, pul zad almayacam. Bu yaxınlarda bir nəfərə 150 manat pul verdim. Bu yaxınlar deyəndə bir
6 ay bundan qabaq. Herkese salam. Twitch Magazin kanalına xoş gəlmisiniz. Bizimlə sən verilişinin iştirakçıları Aslan və Aygünün barışdığı deyil. Bu barədə Lalə xanım sosial şəbəkə hesabında məlumat verib. Verdiyim 30 manat pulda. Ay Lalə, Ceyrana mama deyirdin. Yenə də deyirəm də, ana deyirəm də, mama demirəm. Mən öz anama mama deyirəm, Ceyrana ana deyirəm. Ümumiyyətlə, dünən bura 6 dənə xanım qaldırmışdım yayına. Onlara da ayana deyirdim. Məndə o xasiyyətdir, ana demək. Biraz özümdən yaşlı xanımlara da xala deyirəm, amma o çox yaxşı bir şey deyil. Tez səhvimi düzəldirəm. 1500 manatı Lalə var xanım. Allah özü kömək olsun xanım, nə deyim valla. Mən sən puluvu ala bilmərəm. Mənim nəyimə lazımdır, fişo da. Ay sağ ol. Prosto deyirəm bilin də, xəbərdarlıq eləməyim sizə. Deyirəm bilin də. Ayrı-ayrılıqda özlərini acındırıb pul yığırlar. Vicdanları yoxdur, vicdansızdılar. Başa düşdünüz? İnsanların daveriyasından sui-istifadə edirlər. Gizlədirlər. Baba, mənə də pul at. Bəsdir, 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 bəsdir.